Bir il öncə pişiyim ölüb, onu da bilmirəm. Bu gün də ikinci pişiyim öldü. Elə bil boğazımda nəsə qalıb, boğuluram. Bax, düzdür, ev heyvanlarına insanlar çox alışırlar. Hələ ailə üzvü kimi tam olur da. Çünki bilirsiniz necə, itki fərqi yoxdur, heyvandır. Bir də görürsə insan, tutalım da, əşyasıdır da, belə çox önəmli, dəyərli olan əşyasıdır. İtəndə, sınanda, nə bilim, hələ ev heyvanıdır ya insandır, dünyasını dəyişəndə, bu bilirsiniz necə, əlbəttə onun böyük bir boşluq yaranır, hə? Hər gün sən onun səsini eşidirdin, sən ona qulluq edirdin, sən onun yanındaydın, ağlayanda da onunla söhbət eləyə bilirdin, o sənlə oynayırdı, sən onunla oynayırdın. Yəni əməlli başlı insanın enerjisi gedir ora. Yəni ki, kimsə bir itki baş verəndə, insan bir şeyləri itirəndə, sən qalırsan o enerjini hara sərf eləyəsən? O enerjisi hələ var axı içində, heç yerə getməyib. Yəni ki, bax, o insanlar ki, kim ev heyvanı saxlayır, onlar qulluq eləməyə, onlar əzizləməyə, mərhəmət göstərməyə. Yəni bax, bu sizi qidalandırır da, siz bundan həzz alırsınız. Bu sizi faktiki olaraq demək olar ki, yaşadır. Tam da indi deyə bilmərik, ancaq bu yaşadır təbii ki, amma ki, rolu var bunun. Hə, və birdən-birə siz itirirsiniz də, bu obyekt nəyə ki, siz qulluq edirsiniz, nəyin ki, ətrafında hələ bir qismən də olsa həyatınız dönürdü, fırlanırdı. Bunu itirmişsiniz, indi hələ bir boşluq ətrafında da fırlana bilmir axı insan. Boşluğun ətrafında olmur axı fırlanmaq. Deməli ki, ora bir şey, nəyisə qoymaq, yenə də hələ ev heyvanı olsun. Yəni ki, təzədən başqa bir ev heyvanı götürəndə neyinirsə, yenə də bu gözəl bir şeydir. Həm sən sevdiyin bir şeydir, həm də necə deyim sizə, gözəl bir iş görmüş olursunuz. Hansısa heyvan hələ bir harda, siz necə öz sahibi olur da, ona sevgi verən, ona qayğı verən, diqqət verən. İllər öncə asma olduğum üçün pişikləri uzaq bir yerə aparıb azdırırdıq. Çox hesab çəkirəm, başlarına nə gəldi bilmirəm, onu da bilmirəm. Baxın da, astma olduğunuz üçün, yəni bu sizin birbaşa can sağlığınız ilə bağlı olub, düzdürmü? Sizə olmazdı da. O necə tutalım, hansısa dərman tutalım sənə yazır həkim, sən içirsən, sənə çox böyük əks təsir göstər, həkim deyir dayandır, olmaz, onda içmə. Bu da bunun kimi. Siz elə bil evinizə bunu almışsınız, gətirmişsiniz ki, həm sizə xoş olsun, həm o heyvanlar rahat həyat yaşasınlar. Sonra, yəni ki, sizin başqa seçiminiz olmayıb. Hə, azdırmağın yerinə düzdür, başqa bir şey oluna bilərdi. Məsələn də, düzdürmü? Amma yenə də heyvan hələ heyvandır da, hardasa o çöldə yaşamaq, yəni pişik elədir ki, bir var tutalım toyuqdur, bir var toyuq, hə, belə deyək də. Onun çöldə yaşama şansı çox azdır. Yəni ki, nə qədər o çöldə yaşaya bilər ki? Heç bir gün çəkməz, düzdür? Məsələn, toyuqdur, xoruzdur falan. Başa düşdünüz nə demək istəyirəm? Qazdır. Bir var pişik, yenə də pişik elə bir heyvandır ki, o hardasa çöl həyatına alışmış bir, yəni ki, təbiət elə onları yaradıb, alışmış bir heyvanlardılar. Başa düşdünüz necə? Yəni burada indi siz tamamən öz can sağlığınıza da xətt çəkə bilməzdiniz axı. 3 küçə heyvanı sahiblənmişdim, ikisi öldü. 3, yəni balaca da, balaca küçük bəlkə yazmaq istəmişsiniz. Burada görürsünüz nəsə dəyişir də. Yenidən heyvan sahiblənmişdim, ikisi öldü. Bilirsiniz necə, indi yenə də hər bir canlının həyatının bitən bir məqamı var da. Sonsuza qədər yaşayacaq heç bir varlıq təbii ki yoxdur, bilirik hamımız. Təbii ki bilirik. Bilirsiniz necə, mən belə deyim də sizə. Bax, burada nə var, mən belə deyim. O insan ki, itkiləri çox çətin qəbul edir. Çox ağır qəbul edir. Burada məncə itki ilə bağlı bir travma var. Necə? Vacib deyil sizi kimsə uşaqlıqda qoyub gedib. Ola bilər lap 3 gün, 5 gün, 3 gün, 5 gün tutalım. Körpə olanda, balaca olanda, 3 yaşda, 4 yaşda tutalım xəstəxanada məcbur qalmışsınız, valideyni buraxmayıblar. Siz məsələn birdən-birə tək düşmüsünüz elə bir mühitə ki, xəstəxanadır, həkimlərdir, nə bilim nədir və ondan sonra itirmə qorxusu, itki
ilə bağlı travma yarana bilər. Başa düşdünüz necə? Birdən-birə yəni ki, tək qalırsan. Elə də ola bilər. Burada yəni ki, bilirsiniz necə həyatın reallığı, yetkin insan reallığı tam qəbul etmiş insandır. Çətin də olsa, ağrılı da olsa, reallıq nədirsə o cür qəbul etmiş insan. Siz sadəcə hələ ki reallığı tam qəbul edə bilməmisiniz. Yəni reallıqda ki, insan həyatının, hər canlı bir varlığın həyatının sonu var. Bax, bu qismini, reallığın qəbul edə bilməmisiniz. Bu əslində, düzdür, bu travma ilə əlaqədar bir şeydir. O çox oxşayır. Və infantilizm. İnfantilizm nədir? Yəni ki, uşaqsı yanaşma bu dünyaya, bu həyata. Uşaq elə olur da, heç cür qəbul etmir də. Məsələn də, hansısa bir oyuncağı itdi, tutalım uşağın. Və neçə gün dalbadal deyir ki, mən oyuncağımı tapın, verin mənə, mən başqa oyuncaq istəmirəm, ancaq bu oyuncağı istəyirəm, mənə qaytarın. Onu qəbul edə bilmir ki, ola bilər də, ola bilər itib, ola bilər nəysə baş verib də, başa düşdünüz necə? Yəni, depressiya məhz budur. İnsan reallıqda olan bir şeyləri qəbul edə bilməməsi, itkiləri qəbul edə bilməməsi. Yəni, biz bu dünyada mütləq də, yəni biz nə qədər yaşayırıqsa, 30 il, 20 il, 40 il, 50 il, biz mütləq kimlərisə itiririk. Mütləq. Mütləq. Yəni, elə insan, bir insan tapa bilməzsiniz ki, bir insan tapa bilməzsiniz ki, həyatında itki görməsin. Yoxdur belə bir insan. Yəni, reallıq budur da, acı reallıqdır, çox acıdır. Amma budur. Yəni, biz necə, buna insan məcburdur da, yəni bunu qəbul edəndən sonra ki, hə, itki var, ölüm var. Bunu qəbul edəndən sonra siz həbi bugünkü gününüzü onda yavaş-yavaş başlayırsınız yaşamağa, yaşaya bilməyə başlayırsınız. O da yavaş-yavaş olur. Qəbullanma bir günün içində heç vaxt olmur. Mən qəbul etdim və salam, hə, okey, ölüm var, itim var, hə, yaxşı, mən razıyam. Yox, bu belə olmur. Sadəcə siz hələ o heyvanları düşünəndə, niyə oldu, nədən oldu, kaş biraz da çox yaşayaydı, mənim həyatıma bu qədər rəng qatırdılar, ev şənlənirdi, onlar var idi, hə? Bunları düşünəndə heyfsilənməyə baxmaq, heyfsilənməyin içində qalmaq yoxdur, nədən oldu, niyə oldu, üsyanda qalmamaq, üsyan, orada yox, keçmək qəbullanmağa, hə? Amma yaxşı ki, həyatlarının bir qismini mənlə yaşadılar. Mən onlara baxdım, sevgi gördülər, mərhəmət gördülər, qayğı gördülər. Heç görməyə də bilərdilər. Məsələn ki, sizin hesabınıza onlar bunu gördülər. 53 yaşında atamı itirdim, 11 ildir. Heç bir dəfə qəbrini ziyarət etməmişəm, hələ də atamın ölümü ilə barışa bilmirəm, çox içim yanır. Hə, baba, mən onu deyirəm də, burada itkini qəbullanma yoxdur, siz fərqi yoxdur, itkini ilə bağlıdır. Sizdə bu dünyanın bu tərəfini qəbul edə bilməmisiniz hələ ki. Məsələ budur. Atamın ölümündən sonra mənə nəsə oldu, 38 yaşım var, bütün hisslərim öldü. Aha, onda sizin 27 yaşınız olub. Mən dediniz 11 ildir rəhmətə gedib. Bütün hisslərim öldü. Aha, bu psixotravmadır da. Atanızın ölümü sizə çox güclü psixotravma olub. Yəqin ola bilər ki, bilmirəm də, yəqin qəfil, anidən ölüm hadisəsi olub. Siz həqiqətən də bir var, kimsə xəstə olanda insan təxminən bilirsən ki, hə, belə bir ölüm hadisəsi ola bilər də, ölümlə bir var qəfildən, birdən-birə. Hə, onda bu çox güclü psixotravma ola bilər. Yəni də sinir sistemi zəifdirsə, yenə də dünyanı qəbul etməyin sənin, dünyanı olduğu kimi qəbul etməkdə çətinlik çəkirsənsə, psixologiya getsəm, danışsam, ağlayacam, bildiyim üçün gedə bilmirəm, insanlarla münasibət qura bilmirəm, danışanda kimsə söz soruşanda sözlərim səhv olur, çaşbaş qalıram. O qədər bölüşməmişsiniz, o qədər danışmamışsınız, hələ bil bu bacarığı
Bu bacarıq sizdə zəifləyib insanlarla paylaşmaq, bölüşmək, hələ hönkür-hönkür ağlamaq. Bax, məsələn də, hələ bu yas mərasimləri falan var. Deyirlər insanlar, hə, nəyə lazımdır, nədən lazımdır. Amma təsəvvür eləyin ki, insanın yaxın adamı rəhmətə gedib və sənin yanında heç bir insan gəlib oturmur. Məsələn, özünü özünə tək ağlayırsan. Amma bir var, başqasının yanında ağlayanda sən neysə, sən bunu paylaşırsan. Sən bunu, sən bir dərdi və müəyyən qədər tam olmasa da şərik olur. Hə? Sənə bəzi sözlərdir, bir sığal çəkir, qucaqlayır, bir sözlərdir, yanındayam, nəsə olsa mənə zəng elə, sözün olsa, çətinliyin olsa, nə bilim. Bildiniz necə? Yəni insana insan lazımdır. İnsan özünü xoşbəxt hiss edəndə, çünki bölüşmək istəyir. Yəni mənim şəxsən məndə bu çox var. Və bu belə də olmalıdır, bu təbiidir. Biz sosial varlıqlarıq. Biz izolyasiya olunanda insanlardan bu bizim psixoloji durumumuza pis gəlir. Mən gözəl bir şeydə baş verəndə mütləq danışıb bölüşmək istəyirəm. Bir takım insanlar var, hə? Pis bir şey də olanda deyirəm, belə oldu, elə oldu, müzakirə edirik, danışırıq. Hə, düz də ola bilər o problem həll olunmur. Düz də ola bilər hələ qismən sənə yenə ağırdı bu. Amma hardasa sən bunu içindən çıxartdın, bununla bölüşdün, sən gördün ki, sənə həmdərd olan var. Səni anlayışla dinləyən insan olanda, anlayışla. Sənin dərdini anlayışla dinləyir. Sən onun gözlərində görürsən, bax, hüzünləndi sənə görə, sənə sarıldı, sənə yazığı gəldi, lap fərqi yoxdur da. Bax, sən görürsən, bu nədir? Bu insan uşaqlıqda bunu biz görürük də, ana qucaqdır da bu. Bax, biz uşaq olanda başımıza bir şey gəldi, qaçırıq ananın üstünə, atanın üstünə, böyük bacının üstünə, böyük qardaşının üstünə, məsələn də kiminsə üstünə. Ay yıxıldım, ay əzildim, ağlayırsan, səni sakit eləsən, qucaqlayırlar. Bu insanda bir ömür çəkir. Uşaq sevinəndə qaçmır ananın üstünə. Ay mama, mən 5 almışam. Məsələn, ay ata, mən 5 almışam. Ya da ay bacı, ay nənə, ay baba, kim kimlərlə böyüyübsə. Bu bizdə həmişə var, olub olacaq. İnsan paylaşanda, sən həzz alırsansa nədənsə, sən nədənsə xoşbəxt olmuşsansa, sən bölüşəndə sənə daha da bu ləzzət eləyir. Sən insan görülmək istəyir. İnsana bu böyük ehtiyacıdır. Məni görsünlər necə var, mənim hüzünümü görsünlər, kədərimi görsünlər, mənim dərdimi görsünlər, mənim xoşbəxtliyimi görsünlər. Tək görsünlər, yox, bölüşsünlər. Biz belə varlığıq. İnsanlar sosial varlıqdılar. Yəni insan izolyasiyada yaşadısa, yəni insanı izolyatora saldılarsa, hə, sən tutalım düşmüsən də cəzaevinə, hə, məsəl üçün sən izolyatora salıblar. Sən oradasan tək. İnsan izolyatorda nə qədər çox qala bilir, nə qədər çətindir o, nə qədər ağırdır o. Çünki biz belə varlıq deyil, bizim psixoloji durumumuz çökməyə başlayır. Biz daha əsəbi oluruq, daha gərgin oluruq, daha hər şeyə qıcıq oluruq, bizə heç nə ləzzət eləmir. Yediyini, ağzına qoyduğun bir tikə yemək sənə ləzzət eləmir. İnsan özünü başqalarından uzaqlaşdıranda, durumda nə varsa, ya əsəbi idisə daha əsəbi olur. Özünə qapanıq idisə daha da qapanır. İnsanlara qıcıq olurdusa daha da qıcıq olmağı çoxalır. Yəni panik ataklar da mən sizə deyim, bax belə deyim, panik ataklara görə insan evə bağlanır. Evə bağlandıqda daha da hələ bir panik ataklara qarşı müqavimətini hələ bir özünü itirir də, daha da çoxalır panik atakları. Panik atakdan bilirsiniz OKP-yə keçir, nə bilim, nevrotik pozuntular içində hələ bir fırlanır da insan. Yəni insana insan lazımdır, vəssalam. Çünki insanı yaralayan da insandır, insanı travmalayan da insandır, insana dərman, dəva olan, məlhəm olan da insandır. Yəni siz özünüz də özünüzə məlhəm, dəva, dərman ola bilərsiniz, özünüz özünüzə də düşmən ola bilərsiniz, callad ola bilərsiniz, insan öz-özünə hər şey ola bilər. İnsanlardan özünü uzaqlaşdırırsan, bu sən özün özvə neynirsən? Düşmənçilik kimidir də bu. Mən nə etməliyəm? Mən sizə belə deyim də, sizin nə etməyiniz, bax, yaxşı olardı seanslar. O ki, deyirsə, mənim hisslərim ölüb. Hə? Hissizlik. Bir yəni, o termini adıma sala bilmirəm. Adi bir termindir. Hissizlik. Ay Allah, heç dilimin ucuna da gəlmir o söz. Neysə. Yəni, psixologiyada bunun öz adı var.
Pay atanla yadıma düşmür. Eybi yox. Hə, yəni ki, burada seanslar çox yaxşı olardı. Və burada emosional yetkinlik. Yenə də bax mən demək olar hər canlımda, hər videomda bunu deyirəm. Emosional intellekt bunu insan özündə inkişaf etdirməlidir. Yəni insanların əksəriyyətində bu yetərincə inkişaf olmayıb. Çoxsunda. Çox insanlarda hərəsində bir şəkildə inkişaf eləmir. Biri nəyə oldu qıcıq olur, biri hər şeyə əsəb olur, biri nəylərisə qabullanmır, biri nələrsə çox təşvişlə qəbul edir, qorxa, hər şeydən çəkinir, qorxur. Bu hamısı emosional intellektin zəif olmasıdır. Baba bunu inkişaf etdirmək. Qavrayışın üzərində, yəni tək yox da bunu sizə başqa biri lazımdır, mütəxəssis lazımdır. Tək bunun üzərində çalışmağınız, siz səhvlər edəcəksiniz, bilməyəcəksiniz, yetərincə eləməyəcəksiniz, düzgün. Yəni bu sahədən bir xəbər olan insan özünə çətindir də burada yardım etməsi. Demirəm, qeyri-mümkündür. Mümkündür, bu da mümkündür. Amma bununla bağlı emosional intellekti necə inkişaf etdirmək, qəbullanma, reallığı olduğu kimi qəbul etmək və bir də siz necə bugünkü günə özünüzə odaqlanmaq, istəklərinizə hər gün özünüzdən soruşun, mən nə hiss edirəm? Bax, hissiyatlarınız ölüb deyirsiniz, hələ bilə. O insan hər gün başlasın özünə demək ki, mən nə hiss edirəm? Bədənimdə nə hiss edirəm? Hə, məsəl üçün də oturmuşam. Əgər bax, hisslərinizi tam anlaya bilmirsiniz, baxırsan ki, yox, mən heç nə hiss eləmirəm, hələ bil, tutalım film izləyəndə, tutalım nəyinsə baxırsan, o moment nəsə bir balaca da olsa bir şey hiss edirsiniz, onun adını qoyun. Hə, bax, mən indi kədərləndim. Hisslərinizin adını qoyaraq, qoya, onları siz hələ bil təzədən ortaya çıxara bilərsiniz. Bir də çox gözəl insana hisslərini təzədən canlanmasına yardım edir. Müəyyən əşyalara toxunmaq, yəni siz necə, o əşyalar ki, hansı ki sizin üçün dəyərli idi, önəmli idi. Bir xatirələr var o əşyalarla bağlı. Əşyanı götürürsən əlinə və o anda bir şeylər sən hiss edəcəksən. Ola bilər ağlamaq gəlsin, ola bilər çox dərin hüzün gəlsin, ağlamaq gəlsin, insan ağlasın, hüzün gəlirsə deyilən ki, çox hüzün, bu çox böyük kədər hissi yaşatdı mənə. Bax, əşyaların üzərindən insan öz hisslərini qəşəng qaytara da bilir. Amma bu uzun prosesdir, bir dəfə götürdünüz, yox. Günlərlə, bir neçə, nə bilim, 2 ay bəlkə ərzində eyni əşyanı dəfələrlə bir neçə gündən bir əlinizə götürə bilərsiniz. Hələ yaxın, əziz insanınızın kim ki, deyirsiniz, atanız rəhmətə gedib 11 il öncə. Məsəl üçün, onun hansısa bir əşyası. Yəqin ki, ara sıra bəlkə götürürsünüz. Götürəndə hisslərinizə baxın. Hisslərinizi anlamırsınızsa, onda baxın, bədəndə nə baş verdi? Bədənə bir istilik gəldi, yoxsa soyudu bədən, yoxsa donub qaldınız məsələn, yoxsa boğazınız düyümləndi. Nə hiss eləsəz, onun adını qoyun. Bax, o simvolika deyirlər buna. Simvolika da yox, bunun adını qoymaq, bax, bunu hiss elədim mən. Bax, mən bunu hiss elədim. Adını deyəndə bu insanda təzədən canlanma baş verir. Dəqiq, amma bunu eləmək lazımdır. Hiss elədiyinizi təxmini də olsa bir ad verirsiniz. Məsəl üçün, qarışıq bir şeylər hiss elədim deyə bilərsiniz, amma tam adını qoya bilmirsinizsə hisslərinizin. Gün ərzində də boğulma nədən olur? Sadəcə boğulma gəlir, bu nevroz ola bilər də. Nevroz, təşviş pozuntusu, ya somatoform pozuntu. Bunlar bir-birinə çox oxşar pozuntulardır, çox oxşayır. Sadəcə indi diaqnoz qoyanda dəqiq qoyur da, həkim siz danışırsınız, budur. Bütün çoxlu suallar verir və deyir sizə. Mən bu dünyada yaşaya bilmirəm, çox həssas olmuşam. Atamın ölümündən sonra hamıya yazığım gəlir, çox ağlayıram, kömək etmək istəyirəm hamıya. Amma ən çox ehtiyacınız olan özünüzə kömək eləməkdir. İlk növbədə özünüzə. Hər kəsə əl uzadırsınız demək, hər kəsə bir mənəvi dəstək, fərqi yoxdur, hansı dəstəyi göstərə bilirsiniz. Birinci özünüzə əlinizi uzadın, siz özünüzə uzatmağı unutmuşsunuz. Siz necə? Bax, o vaxt ki, o qız var, 11 il öncə atasını itirən qız var, bax, həmin o 27 yaşında da, mən elə başa düşdüm də, 27 yaşındaydınız. Bax, ona əlinizi uzadın, ona qucaq açın, ona icazə verin, hönkür, ağlasın, içindəkiləri hər şey desin, mən sənin yanındayam deyin. Bax, onu təsəvvür edin, o illərdəki özünüzü, atanızı itirən günləri, o ili və orada özünüzə, indiki yaşınızda nələr deyərdiniz ona?
Necə sahiblənərdiniz? Hansı sözlər sizə çox yaxşı təsir edərdi, xeyli yaxşı təsir edərdi? Bax, onları deyəsiniz. Həqiqətən də gözü yumub, düzdür ya, bunu əslində mütəxəssislə etmək yaxşıdır, lazımdır. İndi əgər getsəz heç, getmirsinizsə özünüzə, bilirsiniz necə? Hələ bilirsiniz o vaxt yaşamağı dayandırdınız da, hisslər ölübdür sizə, o vaxtdan ölüb. Hələ bilirsiniz özünüzə icazəni, özünüzə də yaşamaq icazəsini, ixtiyarını almısınız özünüzdən. Yəni atam rəhmətə gedib hələ bil şuursuzcasına, şuurlu şəkildə də, bəlkə şuurlu şəkildə hardasa tutalım, güləndə ürəkdən gülmürdünüz, bəlkə illərlə, ay mən atamı itirmişəm, mən necə gülə bilərəm ürəklə. Ay mən necə toya gedə bilərəm, ay mən necə şən mahnı dinləyə bilərəm. Bax, insan özünə qadağa qoyanda əylənməyə, həzz almağa, hisslər başlayır ölməyə. Çünki sən burada özünü atan qarşısında günahkar hiss etmirsən. Ay mən kömək eləyə bilərdim, ay bəlkə həkimi vaxtında çağırsaydıq, ay bəlkə başqa xəstəxanaya aparsaydınız. Bax, günahlandırmağa başlayır insan özünü, kiminsə vəfatı ilə bağlı. Və başlayır, sonra özünü günahkar hesab edirdi, yəni başlayır özünə yaşamaq ixtiyarını öz əlindən almağa başlayır. Mənə bu olmaz, mənə o olmaz, mənə tutan qırmızı kofta almaq olmaz, yəni də rəngarəng bir şey ala bilmərəm. Mən, bax, məsələn də atanız sevdiyi xörəyi, onu bax, ürəyiniz gəlmir bəlkə o yeməyi pişirmək, bəlkə illərlə gəlməyib, bəlkə indi eləyə bilirsiniz. Yəni ki, bir çox şeylərə hissiyat ölübsə burada məhz atanın itkisi ilə bağlı. Bir çox şeylərə siz qadağa qoymusunuz özünüzə. O qadağaları qaldırın. Yavaş-yavaş o qadağaların hamısını qaldırın. Çox qəribədir, atamın şəklinə baxa-baxa, atamın şəklinə belə baxa bilmirəm. Qəbristə gedək deyəndə ayaqlarım tutulur, gedə bilmirəm. Ayaqlarım tutulur. Aha, bax burada istirik diaqnoz qoymaq həqiqətən ixtiyarım yoxdur. Amma konversiyon pozuntunu araşdıran, konversiyon pozuntuda da insan çox böyük stres keçirəndə bir də görsün orada ayaq tutulur. Çünki burada konversiyon pozuntuda bu var, qabullanmama var orada. Yəni tek o deyil, çox şey var orada. Yəni o pozuntuda da çox bəlkə stres keçirəndə bir də görsün insan olur ki dili tutulur. Müvəqqəti də, müvəqqəti. Ola bilər ki qulaq tutulsun, ola bilər ayaq tutulsun, ya əlləri tutulsun. Bildiniz necə? Müvəqqəti bu baş verir. Baxın, görün, araşdırın, görün, uyğun gəlir, gəlmir. Gedin birbaşa diaqnoz qoyulsun sizə. Bu daha doğru, daha belə professional olar da, daha düzgün olar. Bəli, 27 yaşındaydım, düz deyirsiniz. Mən özümü tam unutmuşam. Amma hələ atanız sizi, bax, atanızı bu qədər istəyirsinizsə, demək o da sizi istəyirdi. Demək ki, əminəm ki, siz də yəqin əminsiniz ki, siz istəyərdi ki, siz gözəl, rahat həyat yaşayasınız, huzurlu. Ürəyiniz, qəlbiniz, ruhunuz huzurlu olsun. İstəyərdi, %100 istəyərdi. Hər bir yaxşı valideyn istəyir uşağı üçün gözəl həyat. İstər mənim də məsələn 2 evladım var da. İstər mən yaşaya, istər məndən sonra. Mənim üçün fərqi yoxdur. Mən istəyirəm onlar gözəl yaşasınlar, rahat, huzurlu yaşasınlar. Əlbəttə. Hər bir vicdanlı evladını istəyən valideyn elə istəyir. Heç bir valideyn istəməz ki, istər mən olum, istər mən olmayım, mənim evladım. Yəni, mənim üçün fərqi yoxdur, mən varam ya yoxam. Əsas onlar üçün mən olmasam da hər bir valideyn istəyir bunu bir sözlə. O valideyn ki, yəni hər bir deyəndə ki, o valideyn ki, həqiqətən də burada valideyn kimi bir instinkt var. Analıq instinktidir, bu ata olaraq instinktdir. Bəli, atamla mən də... Aha, bax, burada özünüzə çox şeyləri qadağa eləmişsiniz. O qadağaları, bilirsiniz necə birdən-birə çox güclü, bax, sizdə bu varsa ayaq tutulma falan deyəndə ki, qəbristə gedək. Sizdə bu varsa,
siz birdən-birə bu qadağaları qaldırmayın. Çünki bu sizə stres yaşadacaq. Çox az o qadağaları qaldırın, balaca. Çünki balaca eləyəndə də sizə bu stres yaşadacaq, mütləq. Amma birdən-birə qalxsaq ki, hə, yaxşı, mənə belə dedilər, belə eləyim, birdən-birə eləməyin. Sizin sinir sistemi zəifdir. Hə, emosional intellekt zəifdir deyə bu da zəifdir. Bəli, düzdür, çox ağır zərbə oldu atamın ölümü.